Məğlub Ermənistan qalib Azərbaycanı necə üstələyir? Özümüzə xalqı əzən yox, ona xidmət edən dövlət mexanizmi qurmadıqca nəsibimiz repressiya, korrupsiya və yoxsulluq olacaq. AXCP sədri Əli Kərimli ailəsi vasitəsilə ictimaiyyət üçün yeni açıqlama verib. Açıqlamada deyilir: hərbi cəhətdən məğlub ölkə qalib ölkəni gözümüzün qarşısında necə üz üstələyir? Əgər mən DTX təcridxanasında xəbər tutmuşamsa, yəqin hamınız bilirsiniz ki, Yerevanda keçirilən Avropa sammitindən sonra Avropa Birliyi Ermənistan üçün 2,5 milyard avroluq investisiya paketi elan etdi. Cəmi 3 ay öncə də ABŞ vitse-prezidenti J.D. Vance Yerevana səfərindən sonra ABŞ-ın Ermənistana 13 milyard dollarlıq investisiya cəlb edəcəyini bildirmişdi. Beləliklə, yalnız son 3 ayda ABŞ və Avropa Birliyindən Ermənistana vəd olunan investisiyanın ümumi həcmi 16 milyard dollara çatır. Təsəvvür edirsinizmi bu qədər investisiya Ermənistanı hansı səviyyədə inkişaf etdirəcək? Ermənistanın cəmi 3 milyon əhalisi var. Təsəvvür edin ki, 50 milyard dollarlıq xarici sərmayə Azərbaycan iqtisadiyyatına qoyulsa və o korrupsiya yolu ilə mənimsənilməsə, ölkə necə inkişaf edərsə, 16 milyard dollar da o həddə Ermənistanı inkişaf etdirəcək. Amma Ermənistan qərb sərmayələrini bu ildən cəlb etməyə başlamayıb. Artıq uzun illərdir ki, ABŞ və Avropa ölkələrindən milyardlarla, bəlkə də 10 milyardlarla dollarlıq sərmayə cəlb edib və məhz demokratik idarə etmə, şəffaflıq, korrupsiya ilə mübarizə və qərbdən gələn sərmayələr sayəsində heç bir təbii sərvəti olmayan, ordumuzun 5 il öncə məğlub etdiyi bu kiçik ölkə əksər sosial-iqtisadi göstəricilərə görə artıq Azərbaycanı qabaqlayıb. Vəd olunan 16 milyard sərmayə reallaşandan sonra təəssüf ki, dünənki məğlub dövlət bizim qalib dövlətimizi həm sosial-iqtisadi, həm də siyasi baxımdan çox geridə qoyacaq. Nəyə görə bu baş verir? Çünki Ermənistanda hakimiyyət demokratik seçkilərlə formalaşır və hökumət xalqın etimadını qazanmaqdan ötürü sosial-iqtisadi problemlərin həlli üçün bütün imkanlarını səfərbər edir. Dünənki məğlub ölkə bütün bu inkişaflara müəlliflik edən zaman bizim qalib ölkənin rəhbərliyi hansı siyasət həyata keçirir və xalqımıza nəyin təbliğatını aparır? Daha doğrusu, ac insanların qarnını nə ilə doldurur? İndi mənim imkanım var ki, hökumət təbliğatını daha çox izləyim. Hökumət televiziyaları gecə-gündüz millətimizi muştuluqlayır ki, 16 ölkəyə qaz, 20-yə qədər ölkəyə neft satırıq. Amma o barədə susurlar ki, biz bu sayda ölkəyə neft və qaz satacaq qədər zənginiksə, niyə görə milyonlarla Azərbaycanlı kommunal xərcləri, həmin neftin, qazın, elektrik enerjisinin belə qiymətlərini ödəyə bilmir? Azərbaycan hakimiyyəti onun təbliğatını aparır ki, biz xarici ölkələrə böyük sərmayələr qoyuruq. Yəni, Ermənistan hökuməti xaricdən öz ölkəsinə 10 milyardlarla sərmayə cəlb edirsə, Azərbaycan hakimiyyəti 10 milyardlarla dollar vəsaiti xarici sərmayə qoymaq adı altında ölkədən çıxarır. Mənim təqribi hesablamalarıma görə, Azərbaycandan xarici ölkələrə dövlət investisiyası olaraq üst-üstə 30 milyard dollardan artıq sərmayə qoyulub. Haradan toplanır bu vəsait? Qiymət artımları, vergi artımları, cərmə yolu ilə xalqın boğazından kəsilir. Hara yönəlir? Dünyanın ən inkişaf etmiş 7 sənaye ölkəsindən biri olan İtaliyanın iqtisadiyyatına, ən zəngin ölkələrdən biri olan Birləşmiş Ərəb Əmirliyinə və digər xarici ölkələrə. Hamı bilir ki, xarici ölkələrə yatırılmış həmin sərmayələrə Azərbaycanın özündə çox böyük ehtiyac var. Bu ölkədə milyonlarla insan işsizdir. Ölkə uşaqlarına uşaq pulu verilmir. Günü-gündən qiymət artımı, sosial problemlərin kəskinləşməsi davam edir. Ancaq Azərbaycan hakimiyyəti nəinki ölkənin özünü qərb sərmayəsinə və texnologiyasına açmır. Dövlətin öz vəsaitlərini belə daxilə deyil, xaricə yatırır. Bəs niyə görə bunu edə bilirlər? Çünki xalq zorla, həbslərlə, qadağalarla, repressiyalarla susturulub. Amma xalqımız bu vəziyyətlə barışmamalıdır. Qəhrəman xalqımız 5 il qabaq toparlanıb Qarabağ uğrunda birləşib böyük qələbə qazandı. Amma Dədə Qorqudun dediyi kimi, əkib becərməyəcəksənsə, xeyrini görməyəcəksənsə, torpağı qorumağın da faydası böyük olmaz. Necə ki, torpağımızı birlikdə qoruya bilmişik, yenidən səfərbər olub, bu torpaqların üzərində xalqı əzən yox, ona xidmət edən bir dövlət mexanizmi quraq. O dövlət mexanizmini qurmadıqca bu millətin nəsibi təəssüf ki, repressiya, korrupsiya və yoxsulluq olacaq. Ona görə də hərəkətsizliyimizə bəhanə axtarmadan, dövlətimizi yenidən inşa etmək üçün hamılıqla qollarımızı çırmalamalıyıq.